Əvvəlki illərdə magistraturaya qəbula düşmüş suallarla tanış oluruq. 90-cı suala baxırıq. Choose the correct negative sentences. Deməli, inkar cümləsini seçməliyik. Baxırıq birinci cümləyə. You need it come. Need iki cür işlənir. Biri modal feil kimi, biri də əsas feil kimi. Əgər əsas feil kimi işlənirsə, bu zaman biz do-dan, does-dan istifadə edəcəyik inkarda. Əgər bu modal feil kimi işlənirsə, o zaman need-dən sonra not işlənəcək və özündən sonra mütləq feil gəlməlidir. Baxın burada. Gördüyümüz kimi burada come gəlib. Deməli, bu modal feildir və özündən sonra feil gəlir. İkinci tərəfə baxırıq. You don't want to. Bu da doğrudur. Bir doğrudur. İkiyə baxırıq. I need not anything. Baxın, burada need not yazılıbsa, bu modal feildir və modal feil özündən sonra feil tələb etməlidir. Feili yoxdur, ona görə iki səhvdir. Üçə baxırıq. I don't need anything. Mənim yəni heç bir şeyə ehtiyacım yoxdur və don't işlənir. Burada əsas feildir deməli. 3 doğrudur. İkinci tərəfə baxırıq. Yəni 3-ün birinci tərəfi doğrudur. Amma ikinci tərəfinə baxanda you needn't to help olmazdı. Help olmalıydı. Ona görə 3-ün ikinci hissəsi səhv olduğuna görə cümlə səhvdir. 4-ə baxırıq. You don't need to come if you don't want to. Burada da deməli don't need əsas feildir. Bu bir feildir. İki feil işlənəndə bildiyimiz kimi ya ing alacaq ikincisi ya da to ilə işlənəcək. Bu bir feildir. Birinci feil işləndi. İkinci feil to come ilə işlənib doğrudur. If you don't want to da doğrudur. Deməli burada cavabımız bizim 1-4 olacaq. D variantı. 91-ci test tapşırığına baxırıq. Deməli, baxın burada days var boşluqdan sonra. Sonra boşluqlardan sonra country var. Məsələn, Y variantında always S-i var. Deməli bu yərik halının müstəqil formasıdır. Müstəqil forma özündən sonra isim tələb etmir. Country mı isimdir. Theirs yenə S-i var. Deməli bu nədir? Müstəqil forma. Özündən sonra isim tələb etmir. D variantı da səhvdir. Qaldıq A, B, C variantı arasında. İkinci tərəflərdə heç bir problem yoxdur. Yərik əvəzlidir və aslı formada özündən sonra isim tələb edir. Doğrudur. İndi baxaq birinci tərəfə. Days var. Cəmdədir. Cəmdədirsə biz zətti işlətmirik. Zətdir, disdir. Və bunlar tək isim tələb edir. Ona görə B variantı səhvdir. Baxdıq A və C variantı. Qrammatik quruluşla heç bir səhv yoxdur. Nəyə baxmalıyıq biz? It was in 1810. 1810-cu il imiş. Keçmişdən danışırıq. O günlərdən gedir də söhbət. Yəni bu gün budur, these bunlar, those onlar deməkdir. O günlərdən söhbət gedir. Yəni keçmişdən danışırsa biz C-ni seçirik. A variantı yaxın zamanlardan danışsaydı seçərdik. Ona görə C variantını seçdik. 92-yə baxırıq. Burada biz deməli cümləyə baxırıq ki, inkardadır. İnkarda olduğuna görə baxın to-nu seçə bilmirik. To-nun özü ümumiyyətlə inkar cümləsində işlənməz. Also-nu seçə bilmirik. Also özü inkar cümləsində işlənməz. İnkara biz so ilə cavab verə bilmərik. Y variantı qaldıq bizdə. Əgər varsa cümlənin sonunda A-ca cümlə inkarda olmalıdır. Ancaq bir variant doğrudur, o da A. Nazə inkar cümləsinə cavab verərkən istifadə edilir, doğrudur. 93-ə baxırıq. Burada bizə düzgün bağlayıcının seçilməsini istəyir. I always do, I am told. Which hansı deməkdir? Zət ki, zət həm ki deməkdir, həm də hansı mənasında və yaxud da canlı mənasında, canlı isim, cansız isimləri əvəz edən deməli bağlayıcı kimi işlənə bilər. As deməli görə mənasında, because-un sinonim kimi işlənir. Bir də kimi mənası kimi işlənir. What nə deməkdir? As if də sanki. I always do, I am told. Yəni tərcümə edək. Mən həmişə edirəm. Mənə nə deyilirsə, 4 doğrudur. Mən həmişə edirəm. Mənə deyildiyi kimi 3 doğrudur. Which, that və as if tərcümə ilə də uyğun gəlmir burada. Deməli, 3-4 cavabımız C variantı. Choose the logically correct variant. Deməli, biz burada məntiqi ardıcıllığı ifadəni seçməliyik, doğru ifadəni. Məsələn, reliable sözü nə deməkdir? Etibarlı. Etibarlıdırsa niyə sözünü tutmur? Bir səhvdir. 2-də deyir ki, səbirlidir, ancaq tez əsəbləşir, özünü idarə edə bilmir. 2 də səhvdir. 3 özünə inanlıdır, həmişə öz bacarığına inanır. 3 doğrudur. 4-də deyir egoistdir, ancaq özünü düşünür. 4 doğrudur. 5-də isə deyir qonaqpərvər deyil. İkinci tərəfdə isə deyir ki, qonaqlara səxavətli, dəli açıqdır. Birinci tərəfin ikincisi burada uyğun gəlmir. 3-4, yəni burada A variantı yazılmalıydı. Deməli, yəni birinci, 3-4 doğrudur. Keçik 95-ə. Choose the wrong pair of antonyms. Antonimlərin səhv olanını seçir. Black and white çox sadədir, bu doğrudur. Better, worse, daha yaxşı, daha pis, doğrudur. Initial, əvvəl, final, sonuncu, doğrudur. Attentive, diqqətli, careless, deməli, diqqətsiz, doğrudur bu cütlərdə. Hansı səhvdir? Amusing ilə interesting elə eyni mənanı verir. Ona görə də sinonim kimi işlədilə bilər. Y variantı səhvdir. Choose the correct pronouns. Doğru pronounu seçirik. Deməli, cümləyə baxırıq, düzdür, belə deyək də, tək cəm söhbətinə görə işlətmək olar əvəzlikləri. Amma ümumi tərcümə ilə də baxsaq biz, görürük ki, burada C variantı uyğundur. Deməli, insanları xilas etmək üçün hər şey edildiyinə görə heç kəs zəlzələdən deməli, əziyyət çəkmədi. C variantı doğrudur. Məsələn, burada tək no işlənə bilməz, nodan sonra bir isim gəlməlidir. Adətən all, deməli, xəbər cəmdə tələb edir və tərcümə ilə də uyğun gəlmir. Nəsə bir şey edildi, kimsə zəlzələdən zərərsiz çıxdı, yenə tərcümə ilə uyğun gəlmir. Hansı variantımız qaldı? Y. Hər şey edildi, hər şey edilibsə, niyə hər kəs zərər çəkir? Y variantı da uyğun gəlmir, C variantımız doğrudur. 97-yə baxırıq. Deməli, bu mürəkkəb tamamlıq qaydasına aiddir. Məsələn, notice var idisə, ikinci feilimiz ya to-suz işlənirdi, ya da ki ing ilə işlənirdi. Və bir məsələyə də baxırıq ki, bu zaman budaq cümləsidir. Və bura inkar, deməli, daha doğrusu keçmiş zamanda olmalıdır. Keçmiş zamanda işlənibsə, deməli, notice keçmiş zamanda olmalıdır. A variantı indiki zamandır, C variantı indiki zamandır, B indiki zamandır.
D ilə Y arasında qalırıq və baxırıq ki, Y variantında to işlənib. Biz to-la olanı seçmirik. D variantı doğrudur. 98-ə baxırıq. Deməli, bizə burada 3 dənə cümlə verilib. 3 dənə deməli cümləyə uyğun gələn sözü seçməliyik. Əvvəlcə onu qeyd edim ki, find sözü var bildiyimiz kimi. Findin keçmişi nədir? Found. Yəni tapdı olur. Bir də found sözünün özü var. Yəni ki, necə find ki birinci formadır, found da birinci forma kimi işlənə bilər. Bir var find sözünün keçmişi found, bir də var found sözünün özü. Find tapmaqdır, found isə əsasını qoymaq deməkdir. Məsələn, bax birinci hissədə üçüncü forma kimi found, find oldu, found, yenidən found, üçüncü forma. Bu nədir? Passive voice-dir. Deyir ki, şəhərin hər bir hissəsində idman klubları tapıla bilər. Üçüncü forma found işləndi. Daha sonra 2-də baxın, deməli onlar yeni bir şirkət yaradacaqlar, quracaqlar, əsasını qoyacaqlar. Ona görə baxın, to-dan sonra birinci forma found əsasını qoymaq mənasında işlənir. Daha sonra 3-də isə artıq keçmiş zaman mənasında işlənir ki, onlar ev tapşırığında çoxlu səhvlər tapdı. A variantı doğrudur. Keçirik 99-cuya. As it was holiday. Aha, burada biz nəyə baxırıq? Modal feillərə. Modal feillərin hansı düzdür, hansı səhvdir baxaq. Məsələn, ikinci tərəfdə baxsaq, was able to olardı, was able to olardı, didn't have to olardı. Yenə was able to olardı, qaldı B variantı. Qaydanla da uyğundur. Ümumiyyətlə, hadn't to səhvdir, haven't to səhvdir. Bunların inkarı don't have to, doesn't have to, didn't have to formasında olmalıdır. 100-ə baxırıq, complete the sentence. Əgər complete the sentence varsa, adətən bu bağlayıcılı cümlə olur ki, bu da sual cümləsi deyil, sadəcə bağlayıcılı cümlədir. Yəni biz burada necə edirik? Bağlayıcıdan sonra köməkçi feili işlətmirik. Məsələn, a səhvdir, birbaşa didin gəlməsilə sual formasına salıb səhvdir. Sonra baxırıq indi nəyə? Burada wanted hansı zamandadır? Keçmiş zamandadır. Amma burada speaks indiki zamandadır, speaks indiki zamandadır. Cavabımız C.